Dünən yox, sırağa günü gecədə, dünən səhərə yaxın 5-də. Bu Aha. gecə yox, ondan qabaqçı gecə. Saat 5 idi. Evdə ailəvi yatmışdıq hamımız. Qapı döyüldü. Anam çıxdı, gördü maskallardı. Qapının üstə açmadı. Dedi, kimsiz, kimsiz? Gördüm ki, mantirovkana salıb qapını qırırlar. Qışqırdım ki, aç, aç. Qapı açıldı. Hamısı maskalı idi, Rozgvardiya, FSB. Qapı açıldı, açılan kimi töküldülər. Evdə də 2 uşaq, yoldaşım, anam, atam, qardaşım, mən. Bizi vurdular sırazı. Heç nə soruşmadılar, sırazı vurdular. Bizi çox döydülər evdə. Evi şumon elədilər, evi nə bilim nə var idi tökdülər yerə. Bizi evdə bir saat döydülər. Yoldaşım uşaq, 2 uşaq var körpə. Uşaqlarla qaçdı çıxdı. Hamama saldılar, hamamdan çıxdı qaçdı. Aha. Döyülənlər yalnız kişilər oldu, eləmi? Hə, döyülən mən oldum, atam oldu, qardaşım oldu. Bizi çox vurdular, bir saat evdə döydülər. Mənə dedilər, Paşayev tanıyırsan, dedim yox. Qaciyev İkramı tanıyırsan, dedim hə tanıyıram. O vaxt rəhmətə gedib, oğlu dünya çempionudur, dostumdur. Vəsə başladılar yenə də döyməyə, toka verməyə. Elektroşokla başladılar, şap elektroşok vurmağa bizə. Elektroşok vurmaq, mantirovka ilə qılçalarımıza. Yəni istəkləri nə idi? İstəkləri deyir, Paşayevi tanıyırsan, deyirəm, yox da tanımıram. Deyir, 2001-ci ildə ölüm işi olub. Deyirəm, xəbərim yoxdur. Mənim 94 təvəlliyəm, mənim 16 yaşım olubdur. Mən nə bilirəm də uşaq olmuşam. Heç məktəbə getməmişəm. Mən nə bilim ondan kiminlə nəçidir o. Onun üstə başladılar, elə dedikcə məni çotaydı döydülər. Papamı, məni, qardaşımı. Bir saat döyəndən sonra bizi çırpdılar başımızla promoy evdə. Pola çırpırdılar başımızı. Stolu başımıza çırptılar. Oturacaqları keçirdilər başımıza. Bir saatdan sonra bizi qamladılar. Əllərimizi başımıza aşağı. Bizi çıxartdılar, otuzdular maşına. Qazelə. Bir dənə qardaşımla məni papamın başqa maşına saldılar. Uzandılar pola. Pola uzandıranda deyir palçıqdır. Pol da palçıq idi. Ye deyir bu polu. Kuşay deyir. Съешь deyir этот грязь. Biz də nə deyir? Ağzımızı bağlı dinməz durmuşuq da. Biz ondan sonra gətirdilər addeleniyə. Frunze 74-də. Gəldi, biz görmədik. Mən çıxanda gördüm ki, biz oradan çıxdıq. Frunze 74. Bizi gətirdilər oraya uzadanda. Kuramı uzatdılar, qaldırdılar 5-ci mərtəbəyə. Uzatdılar pola. Pola uzadan kimi başladılar toka verməyə. Toka verdilər dubinka ilə, kəmərlə. Bizi başladılar təpikliyə, böyrümüzə. Bütün sifətim, bədənim, hamısı göm-göy. Snimkalar elədim. Deyirlər ki, qaburqalarda sınıq kimi var. Qardaşımın qulağını qırdılar. Qulağına toku, qulağına diriydilər. 1-2 saat orada uzanandan sonra gördüm əmilərim gəldi. Onlar da saldılar. Təvcə bizim başımız polda uzanmışıq koridorda. Bir dənə də gördüm ki, Safarov Ayaz Mehbalıoğlu əmimdir. Gördüm onunla salıblar kabinetə, toka keçirirlər. Tok vururlar ona, elektroşok yox, pramoy tok. Toka vurduqca qışqırdı, yalvarırdı. Siz kimsiz, nə işlə məşğulsuz? Rus diline deyir, вы чурки, почему в свою родину не едете? Почему наши деньги зарабатываете? Почему на СВО не помогаете? Deyəndə dedim ki, mən plan şirkətin adından dostlarımla idman kompleksi var. Onlar humanitarna pomoş yığır, mən oraya 30.000 pul vermişəm. 2 gün bundan qabaq. Adına kimi dedim. Nə idman kompleksidir, nə firmasıdır, nə humanitarna pomoş. 30.000 deyəndə məni tap-patap qardaşım vurdular ki, 30.000 nə puldur? Sən verirsən, milyonlar qazanırsan. Dedim, imkan yoxdur, hardadır milyonlar?
olduqca göndərirəm, yığıram. O mən də rus dilində deyirəm tam naşı все bratья. Dedikən bunlar məni lap çox vurdular. Da o qədər vurdular ki, tavcı hal qalmadı, hal yox idi. Bizlə başladılar əməzələnməyə. İki qardaş deyir, bir-birinizi tutun, presidan eləyin, adjıman eləyin, pres qaçat eləyin. Elədikən də tok verirlər. 3-4 sayır, şak top vurur. Biz yıxıllıq, deyir, все sayılmadı təzdən. Qabırğamıza. Qalxırlar üstümüzdə yerirlər, o izə bu izə. Başıma vurur təpiylə. Что deyir, nравится чурка. Və Pramoyda açıq aydın bizə чурка, тачки, что приехали сюда, кого знаешь, Şahin Şkilinskova знаешь, deyirəm, bəli də bizim Azərbaycanın diasporası olubdur. Qəşək tanıyıram, mən burada 30 ildir yaşayıram. Deyir, как ты его знаешь? Deyirəm, как диаспору, как представитель Азербайджана в Екатеринбурге. Уважаемый человек. Как ты с ним общаешься? Deyirəm, ну как взрослый человек, если где-то на мероприятии или где-то увижусь, поздороваюсь как со взрослым. Böyük adam kimi gəlib görüşürəm, salam əleykum eləyirəm. Sən onun obyektinə gedirsənmi? Deyirəm, gedirəm, otururam çaydan, çörəkdən, toy-moy olanda gedirəm. O deyir, filan obyektlərin yəsidir, deyirəm, yox, eşitməmişim. Fakt o obyektin yəsi olmayıbdır. Kaspi restorana deyir, şərikdirmi? Deyirəm, yox. Onun yanında magazinləri varmı? Deyirəm, yox. Paşayev'i tanıyırsan? Deyirəm, yox. Dedikcən, Paşayev kimdir? bilmirəm, 2001-ci ildə ölübmü, nağarıbmı? Tanımıram. Mən 94 təvəlliyəm qardaşımla. 97 biz uşaq olmuşuq, nə tanıyım? Onu da gördüm ki, əmlərim qışqırır, özünü öldürür. Papamın bütün qabırğalarını qırdılar. O qədər döydülər, toka verdilər ki, papamın səsi götürürdü. Hamısı da kabinetdə açıqdı, eşidirik. Bir 30 nəfər, 40 nəfərdir maskallar. Sonra gördüm ki, əmim gəlib, o biri əmim, Safarov Akif. Gördüm, o da kabinetdədir, onu da qışqırdırlar. Ömrümüzdə bir dədə var, adı Əhlimanlı, Talış balasıdır. Ağsaqqal kişidir. Bizim Yekaterinburg meçidi zadı Azərbaycanlılar üçün tikiblər də, o vaxt Şahin müəllim gəlirlər. Onu döydülər, onu da o qədər vurdular ki, ahırı dedilər ki, ölür, reanimasiya çağırdılar. Sonra gördüm ki, deyirlər, adı neydi? Əhliman. Familiyası bilmirsin? Familiyasını vallahi bilmirəm. Sonra gördüm ki, qışqırırlar ki, bir dənə də reanimasiya çağırın. Sonra gördüm ki, bir 5-6 dənə opsi reanimasiya skoru çağırdılar. Dedilər, ölən var. Vəziyyəti pis olanlar var. Gördüm ki, papam qışqırırdan özünü öldürür. Ay, ya umiray, papamınla ürəyində stent var. Deyir ki, stent var ürəyimdə. Stent var dedikcən, toku vururdular ürəyinə qəsdən. Mən Səfərov Ramil Ayazoğlu. Deməli, dünən saat 6-da gəldilər bizim evə maskalı adamlar, qapını qırdılar, evimizi darmadan elədilər, məni uzandırdılar yerə, mənə bax, buramı təpiklədilər, qolumu, gözüm pis görür, başım fırlanır, burnumu vurdular, qırdılar. Burnum deməli qanıyırdı, uzanmışdım yerə. Mənə əski verdilər ki, yeri sil, qan görünməsin ki, sonra sübut eləyə bilməyəm ki, məni döyüblər, qan mənimdir. Gəldilər, sənət, sübut heç nə göstərmədilər, evimizi darmadan elədilər, evdən pul oğurladılar, telefonlarımızın hamısını götürdülər, anamın, bacımın, atamın, 2 dənə mənim telefonumu. Qadınları çıxartdılar otaqdan, məni döydülər, papamı başqa otaqda döyürdülər. Deyirdim ki, məni döyün, məni nə bilim, öldürün, papamı bırakın.
Elə dedikcə tayda lap pis döyürdülər. Obşin mən qolumu qandalladılar, qolumu bir nəfər elə bil bir nəfər başım yerdə idi. Bir nəfər əli ilə başımı tuturdu, o birisi də qolumu belə qandallamışdı. Qandal da qolumu qaldırırdı, qollarımı azradılar, qıralar. Mənə yəni qısa və konkret deyiblər ki, yəni papan eləmədiyi şeyi əgər sən papanı satsan, papam o şeyi eləməyib də, bilmirəm söhbət nədən gedir, eşitəmədim. Mənə dedilər ki, onu yəni eləməsən səni burada öldürərik. O şiddət göstərdilər, evimizi darmadağın elədilər. Gözüm pis görür, başım fırlanır. Papamı götürdülər, apardılar. Nə sənət verdilər, nə bir sübut göstərdilər ki, bunlar kimdir, nəçidir, nə üçün gəliblər. Soruşduqca nə üçün gəlmişsiniz, başlayırdılar döyməyə. Anamın başı fırlanmışdı, bacım deyildi ki, onlara da dərman olar, bir də atsın. Qoymadılar, dedilər, otur, dərman zadı yoxdur, heç nə eləmək olmaz, yerinizdən qalxmayın, qalxsanız sizin ərinizi, oğlunuzu öldürəcəyik. Belə şiddət göstərdilər. Buram da çox ağrıyır, gördüyünüz kimi. Buramı təpikləyirlər. Ayaqları ilə başıma vururdular. İndi Allaha qurban olun, birtəhər dözdük. Amma istəməzdim ki, papamı aparsınlar. Heç demədilər nəyə görə, nə sənət verdilər, nə sübut. Təzədən evimizin altındakı qaraja çıxıb, maşınımızı bütün ələk-bələ elifdə, maşın nömrələrini söküblər, bilmirəm, nömrəni nəyə görə söküblər, pulumuzu oğurladılar, gülün torpağına kimi qazıb hər şeyi götürüblər, hər bir şeyi.